şuurlu surətdə bir ideoloji maşın bu millətin birinci növbədə gəncliyin birləşməsinin qarşısını alır. Birinci bizim birləşməyimizin əsas kontekstində duran, əsas mərkəzində duran milli kimlik məsələsidir. Bizim milli kimlik məsələmiz yoxa çıxıbdır. Bizə deyilməyən millət yoxdur. Midya deyirlər, manna deyirlər, atropaten deyirlər, alban deyirlər, sacilər deyirlər, rəbadilər deyirlər, nə bilim nələr deyirlər. Bircə dənə öz adımızı deyən yoxdur. Tatar da deyirlər, bircə dənə öz adımızı deyən yoxdur. Bax, birinci əsas məsələ bu məsələdir. Və bu məsələ hardan başlayır? Təhsildən. Təhsilimiz o qədər bərbad vəziyyətdir ki, adi mən həmişə kobud da olsa bir misal çəkirəm. Dettam uşağından analıq uşaqların qayğısı, ruhu biri eyni olmur. Bu günlərim biz əgər milli kimliyimizi dərk eləmiriksə, üzr istəyirəm bu ifadəmə görə, yəni başda özüm gedirəm. Biz bir növ dettam uşağına bənziyirik.